İndiyənədək bizim eşitdiyimiz oydu ki, Qızılbaş imperiyasını yalnız bizlər Azərbaycan dövləti sayırıq. Qərb tarixşünaslığı isə onu Persiya, İran dövləti kimi sayır. Vəssalam. Amma siz bu müəllifi yəqin ki oxumamısınız. Tanış olun. İngilis ədəbiyyatşünası, filoloqu, tarixçisi Donald Rayfield Age of Empires adlı əsərində Qızılbaşların qurduğu dövləti məhz bu cür təsvir edir. 1500-cü ilə kimi Gürcü dövlətləri və bəylikləri iki döyüşkən imperiyanın arasında qalmışdı. Gün batanda Osmanlıların və gün çıxanda üzdə bütün İranı əhatə edən Azərbaycan imperiyası quran Şah İsmayıl, ilk Səfəvi sultanının oğlu Uzun Həsənin nəvəsi və Trabzon imperatoru 4-cü İvanın nəticəsi olmaqla Səfəvi şahlarına. Beləliklə gördüyünüz kimi heç də hər kəs Avropa tarixşünaslığında Qızılbaş dövlətini İran və yaxud da Persiya dövləti kimi hesab eləmirdi. Yəni Azərbaycan dövləti kimi sayanlar da var ki, bu elə həqiqətin özüdür.